Bir daha vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri ikincisi də yenidən bir yerdə. Bir daha qeyd edək. FA Cup turniri 4-1 qarşılaşması play-off görüşü. Görüşdə biz Cavalı və Silverspor komandalarını izləyəcəyik. Hesabı Silverspordan Fərid Qurbanlı açmışdı. Amma bu üstünlüklərini qoruya bilmədilər. Fasiləyə Silverspor 3-2 hesabı ilə öndə yollandı. Cavalı önündə. İkincisi də bizi nə gözləyir? İlk oyunda qələbə kimdən yanılacaq? Cavab oyuna kim üstün tərəf kimi yollanacaq? Və görüşdə daha neçə qolun şahid olacaq. İlk hissədə nə çox 5 qol izlədik. Vaydovla Silversporun yeni həmləsi Eyüp ötürmək istəyib. Bedrova zərbə şansı tanınmadı. Murad Muradov bir qədər ayaq saxladı. Fərid Qurbanlının ön siyahında Balarza Qədirli Agil Mustafayev. Eyüp İlkin Mirzəyev Bedrov 2 nəfərin arxasına topu çıxarması, Rüstəmin müdaxiləsi var da, Azər Oruzov. Eldəniz Agil Mustafayev Sabah sənədə uğurlar arzu edirik. Bir ara ötürməsi Xəyal Bedrov. Son anda Rüstəm. Bedrovun zərbə indirməsinə imkan vermədi. Korner. İşəli qazanan top. İstədiyi kimi zərbə indirə bilmir. Murad. Cina doğru ötürmə. İqizat Akiyevi düşünmüşdü. Eltənizin nəzarət altında top meydanı tərk edir. Ekran bəyənənə minnətdarım. Aşağıda da arzulayıram sizlərə. Ayrılıqda minnətdarlığımı bildirirəm. Balarza Qədirli bir qədər ayaq saxladı. Meydan rəqibinin səsində 3 komand yolaşı var. Cinaqdaşı da Agil Mustafayev. Eyüp Vaydov qarşısında Azər Oruzov. Eyüp bir aldadıcı zəyədə rəqibini yola saldı. Ötürmə mərkəzə doğru Agil. Bedirov. Orada yaxın güncünü bağladı. Keçid yoxdur deyir. Elgiz. Azər Oruzov Cavalının həmləsi olacaq. Azər Eyüp rəqibini təqib edirdi. Murad Cəmlədə topu uzaqlaşdırdı. Agil Mustafayev Silversporun həmləsi yerdən qurulacaq. Eyüp Agil Mustafayev bir qədər rəqibin sanki təzyiqini gözləyirlər ki, müdafiədə boşluqlar tapsınlar. İlkin Mirzəyev bir qədər özünə çıxmaza saldı Kamran. Bu isə uzaqlaşdırmaq həmləsi idi. Ötürmə xarakterləri daşımırdı. Fərid Qurbanlı. İlkin Mirzəyev. Top alma mümkün olmadı. Mirzəyev. Eyüp. Bir qədər gözlədi. Bedirov. Topu qapının üzərinə vurdu. Yeni gəllər bizi xoş gördük. Ekranda bəyəni paylaşaq. Bir daha qeyd edirəm. Play-off görüşündə 4-1 qarşılaşmasında Silverspor və Cavalı oyununda Silverspor 3-2'li üstünlüğü var Cavalı önündə. Balarza Qədirli Silversporun yeni həmləsi Eyüp Vaydov. Murad Mərkəzə doğru ötürmə Agil Kamran zərbə çəkdi Kamran və gol 3-3. Referi bildir ki qayda pozulmayıb. Referi vara baxacaq amma etiraz var idi. Referi vara baxdı və qərarın üzərində durur. Heç bir qayda pozuntusu qeydə almadı. Gol qeydə alınır. 3-3 Silverspor 3 Cavalı 3. Referi etirazlardan sonra vara baxmışdı. Amma qərarın üzərində durdu. 3-3 bir daha qeyd edirəm. Silverspor 3, Cavalı 3. Standart vəziyyət Silverspor adına.
var. Qeydə alındı, qol qeydə alındı. Standart vəziyyət. Ətən canlı sədd qurulub qapı önündə. Zərbə cəhdi. Vaydovun zərbəsi canlı səddən geri qayıdır. Balarıza Qədirli. Yapılan zərbə zamanı top yalnız əllə oyuna daxil edilməlidir. Xəyal Bədirov. Yaxşı ötürmə izlədi. Bədirov. Dreydən top məhz Xəyal korneri birbaşa qola çevirmək istədi, alınmadı. Araz ötürməsi Fərd Qurbanlı düşünmüşdü, alınmadı. Balarıza Qədirli. Cina doğru Agil Mustafayev. İlkin Mirzəyev. Bir dəqiqanlı ötürmə yaxşı düşünmüşdü Eyba doğru. Xəyal Bədirov son anda Azər Orucov. Xəyalın zərbəsinin qarşısını kəsməyə bacarır. Yerdə qalan oyuncu var. Golkiperdir Murad. Neferon ayağa qalxmasını gözləyir. Qayda pozunsuz əlimizə yox idi. Bu arada Eyba əvəzləndi Kənan Məsimov meydan daxil olur və yeri gəlmişkə xatırlatmasını edək ki, Silversporun bərabərlik golunu Məsimov etmişdi. Məsimov dəstək edən oyuncunun ötürməsi Balarıza Qədirli. Mərkəzə doğru Kənan Məsimov 2 nəfərin arxasına topu çıxarmaq alınmadı. Rüssəm uzaqlaşdırmaq həmləsi Xəyal. Qarşılıqlı mübarizə izləyir İlkin Mirzəyev. Xəyal oyunu ala bilmədi. Rüssəm. Balarıza, Azər Orucov. Məsimov. Kənan. Xəyal zərbə Murad. Qapı qarşısına paralel ötürmək. Balarızan düşünsə də ötürmək vana çatmadı. Murad Azər Orucov eyni sınaqda Araz. Bir daha qeyd edək. Görüşdə 3-3lük bərabərlik var. Cavalı 3, Silverspor 3. Azər. Agil Mustafayev. Diyakanlı ötürmək Kənan Məsimov. Xəyal Bədirov. Səmti dəyişməsi burada Fərd Qurbanlı görə qayıtmışdı. Kamran. Qarşılıqlı mübarizə izləyirik. Xəyal. Kənan Məsimov. Saxlamaq istəyir. Nəticəsi qalır Eldəniz. Cina doğru Kənan Məsimov. Silverspor nəmləsi geridən qurulacaq. Mərkəzdə Balarıza. Xəyal çevirdi. Kənan son anda Rüssəm. Kritik müdaxilə idi. Real qoldan xilas etdi. Xilaskar rolunu oynadı. Qapısını sığortaladı. Hər kəs qol deyə zənn etdi, amma İssam səbat etməsi ilə zimkarlığı ilə fərqlənir. İlkin Mirzəyev. Kənan Məsimov. Xəyal. Balarıza Qədirli. Balarıza Murad. Keçid vermədi. Korner. Balarızan zərbəsi Araz. Gövdəsi ilə zərbənin qarşısını kəsir, özünü sipər etdi. Korner. Köşdən zərbə.
Yüksəlik qazanan top. Balarza gəlişinə zərbə. Yaxın məsafədən Azərə tuş gəldi. Bəli, oynuyordum. Bakı Kəndlər Liqası bu UEFA Cup turniridir. 3-3'lü bərabərlik var, bir daha da qeyd edirəm. Bitirmə ilə başladılar Agil Mustafayev. Murat. Kamran. Şimdi zərbə indirdi, keçmədi. Haydi müdaxilə Balarza görmədi orada. Egizin gəldiyini. Agil. Balarza qədirli. Diaqanla doğru ötürmə. Sonunda Rüstəm. Yine Kananı qabaqladı. Resə topa çatma mümkün olmur. Eyvaidov. Silverspor'un yeni əmrəsi. Mərkəzə doğru ötürmə İlkin Mirzəyev. Eyvaidov. Zidane dəyişili bir-birlərinə başa düşmədilər. Ötürmə. Kenan'ın gerisində qaldı. Bir uzun ötürməsi Fərdə doğru. Eyüp. Xeyalı Bedrov ayaq saxladı. Özünü təklif edirdi Eyvaidov. İkin ön istiqamında Rüstəm müdaxiləsi vardı. Fərid. Eyüplə mübarizə aparır. Kamran. Elgiz Ataşev daban ötürməsi alınmadı. Kenan Məsimov. Xəyalın gerisində qaldı Bedrov, qazanma bazardı son anda. Yenə Rüstəmin müdaxiləsi müdafiədə səhvsiz və səliqəli oyunuyla fərqlənir. Rüstəm Hüseynov. Agil Mustafayev. Cina doğru Eyvaidov. Xeyal Bedrov. Xeyal. Murat. Kamran. Aras top oyuna daxil edəcək Aras Hüseynov. Müqafçı hədiyyə oldu. Ellərini uzun ötürməsi Mirzəyev olur Rüstəm. Hüseynov top meydandan çıxarır. Kenan Məsimov. Zərbə imkanı axtardı Məsimov. Ayaq saxladığını bağlı deyib Vaidov. Mirzəyev. Xeyal Bedrov. Xeyal zərbə və gol! Xeyal Bedrov. Silverspor yenidən önə keçir 4-3. Silverspor 4. Cəvalı 3. Göründü. Rəqibin buna cavab olacağımı çox başa-baş bir oyun izləyirik. Rəqib minimumdadır. Kamran burada qayda pozulub. Eyvaidov var. Şifa xəbərdarlıq. İşarə gəldi. 2 nəfərin ibarət canlı səhd var. Kamranın zərbəsi müdafiəçilərdən geri qaydır. Təkrar əmli. Arazdan izlədik. Doğru çərçivəyə istiqamətləndirə bilmir. İlkin Mirzəyev. Bəli var. Xeyal Bedrov. Son qılməsi ondan gəlmişdi. Məsimov ayaq saxladı. Eyüp. Xeyal zərbə. Qapı terib. Yan xəttdən üzərinimizə top oyuna daxil edilməlidir. Bəli, bu korner deyil. Altın top oyuna daxil edilir. İlkin Mirzəyev. Mirzəyev! Sonunda oradan daha bir toxunuş. Korner, gücünə zərbə Eyüp. Məsimov ram edə bilmədək son şans ola bilər Mirzəyev. Agil Mustafayev.
Coroğlu Spor İdman Meydançasında Silverspor'un 4-3'lü üstünlüğü var Gavalı önündə. Messimovla Silverspor'un yeni əmləsi başlayır. Mərkəzə doğru ötürmə Bədirov. Bir ara ötürməsi Eyüp. Burada zərbə imkan vermədi Messimov. Xəyal. Zərbə cəhdi dirəyə dəydi təkrar əmlə. Müdafiə qarşıladı. Agil Mustafayev. Fərid Qurbanlı. Orada bir təlimat istəyi var. Gavalı oyuncularından top meydan tərk edəcəm o məhz. Onlarda bir dəqiqəlik fasilə olacaq. Məsələ bu fasilədə gəldi. İlgənlər bizi xoş gördük. Ekran bəyənənlər minnətdaram. Sağ olun, var olun. Yoldaş Hakim. Yoldaş Hakim. Namazov. Namazov. Bəli, var. 6 metrdən sonra 10 metrli bir başqa zərbə. Çox sağ olun, yaxşı olasınız. Təxmin olaraq son 9 dəqiqə. Hesab 4-3'lü fərq minimumdadır. Silverspor 4, Gavalı 3. Yarım fasilədə edilən məşvərət amma necə təsir edəcək. UEFA Cup turunun play-off görüşü 4-1 qarşılaşması bu görüşün cavab oyunda var. Coroğlu Spor İdman Meydançasında Silverspor 4-3 hesabı ilə öndədir Gavalı önündə. Yaxından Gavalı komandası oyuna daxil etməlidir. Azər Orucov. Kamral. Araz yüksəldib. Çevrə bilmədi. Balarıza qədirli. Arazın müdaxiləsi var idi. Yəqanlı ötürmə Azər. Rüssəm Hüseynov. Encinatı Araz Hüseynov. Referi etiraz edirdi. Bədirov. Eyvət çevirmə imkan vermədi Murad. Araz. Balarza var qarşısında bir qədər ayaq saxladı. Geriyə doğru ötürmə Rüssəm Hüseynov. Ayağında pressingi var idi. Qapıdan zərbə. Qalan dəqiqələr ərzində təxmin olaraq 7 dəqiqə qalıb. Hesabda bir dəyişiklik olacaqmı? İlgiz Atakişev. Kamran İlgiz. Balarza var qarşısında. Aldadıcı cəhdlər. Kamran. 2 nəfərin öhdəsindən zərbə indirdi. Təkrar əmlə İlgiz. Ötürmə hissəyə Araz. Topa satmaq mümkün olmur. Mirzayev. Eyüp. Ayaq saxladım. Xəyalı Bədirov. Eyvaidov. Rüstəmi keçə bilmir. Out Silverspor'un. Balarıza qədirli. Balarıza. Yerlə zərbə Murad qarşıladı. Silverspor oyuncularında qaldı. Əmlə davam edəcək onlar adına Bədirov. Fərqini bir qədər də artıraraq daha rahat mübarizə aparması ilə rəqibin ümidlərini qırmaq istəyirlər. Kim istədiyinə nail olacaq? Messimovun zərbəsi alınır. Bir gol isə şeyin yerindən başlaması deməkdir. Təbii ki bu ifadəni isə məhz Gavalı qeyd edirəm.
Bedirov, Eyüp ayaq saxladı, Məsimov. Bedirov gözlətmədən zərbə. Qüvvətli zərbə. Bu zərbə qarşısına aciz qalır. 5-3. Silverspor 5, Caval 3. Ekran beğenenler minnettarım. Aşağıda rüzgarım her bir ziyaretle minnettarlığımı bildirim. Sağ olun, var olun. Rüstəm. Koroğlu Spor Seyretmə Meydansasında FA Cup turnirinin playoff görüşü. 4'te 1 qarşılaşması. Silverspor və Caval komandaları üzrədir. Silversporun 5 üçlüsünü var Caval önündə. İlgiz Atakiyev, Kenan Məsimov əksi əmli olacaq. Məsimov bir qədər daşıdı. İlgiz indi rəqibini təqib edirdi. Topu da meydandan çıxardı. Vaydov. Eyüp yerlə zərbə. Alınmadı İlgiz. Araz. Balarıza uğurladı. Əksəmlə hakim üstünlüyə bıraxdı top. Silverspor oyuncularında qaldığı üçün qayda pozuntusu qeydə alınır təbii ki. Altı edilmiş faul qapıyametili birbaşa zərbə deməkdir. Xəyal. Bedirov 0 dəqiqə ola bilmir. Ötürmək kimi ötür. Mən də zərbə kimi zərbə alındı. Eyüp araya girdi. Marse dönüşlər rəqibə keçsə, amma daha öncəki epizodda refer bildirir ki, Vaydov qaydanı pozub. Araz çevrə bilmədi. Məsimov əksəmlə Xəyal Bedirov ayaq saxladı. Balarıza qədirli. Xəyal Canan Məsi qapı qarşısına komanda yoldaşını səsləmişdi. Sonradan müdafiənin müdaxiləsi. Korner, küncdən zərbə. Murad yerindədir. Murad Muradov. Balarıza top meydandan çıxarır. Bir daha qeyd edək. Silverspor 5. Caval 3. Ondan sonrası səhv edirəm. Zat ilə və Xəzər Lənkəran komandaları üz-üzədir. Playoff görüşündə Eldəniz uzaqlaşdırmaqla kifayətlənir. Cinada uğru ötürmə. Kamran geriye çekildi, kazandı Murad. Eyüp araya girmişti. Bedirov taban ötürmesi alınmadı. Azer Orulcov. Azer aldı cəhdlər. Orada bir anlı müqamətini itirdi. Hərçənd ki topu da itirdi. Balarıza qədirli. Vaydov. Balarıza yaxşı ötürmələr izlədik. Topu qapıdan keçirməyi bacardı Vaydov. 6-3. Yavaş-yavaş oyunun da sonlarına yaxınlaşırıq. Koroğlu Spor Seyretmə Meydansasında Silverspor 6-3 hesabı ilə öndədir. Caval önündə. Təxmin olaraq son 2 dəqiqə. Tabii bir möcüzə olmazsa məhz Silverspor bu qarşılaşmanı qalib tərəfidir. Görünür ki, öz abunə onlar üstün tərəf kimi yollanacaqlar. Məsimov. Orada son dəqiqələrdə bir dəyişiklik Cavalın heyətində. Şirxan Cabbarlı meydandadır. Kamran. Agil Mustafayev. Şirxan müdaxilə etməyə bacardı. Şirxana qarşı isə qayda pozuntusu qeydə alınır. Bunu da xatırlatmasını edək. Kenan Məsimov.
Balarıza Qədirli. Qarşılaşmada son əmlələr, son cəhdlər. Laqi ilə bir-birlərini başa düşmədilər. Top meydandadır Kamran. Hətta Balarıza var, zərbə. Korner. Üçüncüdən zərbə. En azından fərqi azaltmaq istəyir Cavalı oyuncuları. Kamran yüksəli qazanan top Arazın başla zərbəsi. Top qapıdan rahat keçir, çərçivəyə yönətmək mümkün olmur. Eldəniz, Balarıza Qədirli. Bir ara ötürməsi Agil Mustafayev. Eyüp Vahidov. Eyüp. Sol ayağını aldı ötürməsi. Məsimov. Bu səfər alınmadı. Gözlər artıq referdə görə görüş nə zaman bitirəcək. Bir daha qeyd edək. Caralı Spor Sedilmə meydançası Lefa Cup turnirinin play-off görüşü 4-1 qarşılaşması Silverspor Cavalı. Komandalar üzrədə Silverspor 6-3 hesabı ilə önündədir Cavalı önündə. Son bir əmlə. Referi qarşılaşmanı bitirdi. Silverspor Cavayna 3 fərqlə üstün tərəf kimi yollanır. Hər iki komanda Cavayna uğurlar arzu edirik. Sağ olun, salamat qalın.